Dünyanın diqqəti IŞİDin bayrağının dalğalandığı Türkiyə-Suriya sərhədindədir. Burada Kobani şəhərini ələ keçirəndən sonra IŞİDin növbəti hədəfi gözlənildiyi kimi Türkiyə oldu. Kobanidə atılan mərmilərin istiqaməti Türkiyə ərazisinədir. Bu hücumlar nəticəsində artıq yaralananlar da var. BBC-nin yaydığı məlumata görə Suriyalı Kürdlərlə küçə döyüşlərindən sonra IŞİDin döyüşçüləri Türkiyə-Suriya sərhədi yaxınlığında Suriyanın Kobani şəhərinin 3 rayonunu ələ keçiriblər. Döyüşlərin getdiyi bir vaxtda şəhəri tərk edənlər Türkiyə sərhədinə üz tutur. 3 həftə ərzində mühasirədə qalan Kobaninin ələ keçirilməsi ilə Türkiyə-Suriya sərhədinin uzun bir hissəsi IŞİDin nəzarətinə keçir. Kobani şəhərini 160 mindən artıq qaçqın tərk edib. Hələlik Türkiyə ordusu müdafiə mövqeyi tutub. Suriya ilə sərhədə ağır texnikadan divar çəkilib. Quru qoşunları və hava qüvvələri döyüşə hazır vəziyyətə gətirilib. Sərhədə raket kompleksləri yerləşdirilir. Kobaninin şərq və cənub-şərqini ələ keçirən IŞİDlə Kürd peşmərgələri arasında döyüşlər artıq Türkiyənin kəndlərinə də sirayət etməyə başlayıb. Terrorçuların atdığı mərmilər Türkiyənin sərhəd kəndlərinə düşür. Təhlükə bir addımlıqdadır. Türkiyə ordusu hələ gözləmə mövqeyindədir. Kobani şəhəri IŞİD silahlarının tamamilə nəzarətinə keçir. Əsas mövqelər tutulub. Sonadək vuruşacaqlarını əvvəlcədən bəyan edən Kürdlər məhəlli döyüşlər aparır və get-gedə bu mövqe döyüşlərindən də məğlub ayrılırlar. Vaxtında Türkiyədən silah istəsələr də onlara silah satılmadı. Bizim üçün IŞİDlə PKK eynidir deyən Türkiyənin yürütdüyü siyasət bəlli olur. Koalisiya qüvvələrinin havadan dırnaqarası dəstəyi də nəticəsiz oldu. Ya Birləşmiş Ştatlar başda olmaqla müttəfiqlərin indirdiyi zərbələr tutarlı değildi, ya da IŞİD bu zərbələrdən yayınmağı bacardı. Əslində üsyançıların Suriyada illərlə apardığı müharibə zamanı həm hava hücumundan müdafiə, zərbələrdən yayınmaq təcrübəsi var idi. Amma IŞİDin silah texnikası bitib tükənmir. Bu qədər silah terrorçularda hardandı? Sualın cavabını bir çox qonşu dövlətlərdə və okeanın o tayında da axtarmaq olar. Bəşər Əsədi devirmək üçün aparılan 4 illik müharibə zamanı üsyançılara verilən silah indi müttəfiqlərə qarşı çevrilir. Suriya, İraqdan sonra IŞİDin Türkiyəyə müdaxilə ehtimalı böyükdür. Sərhəddə gərgin anlar yaşanır. Vəziyyət bir anda dəyişə bilər. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan Qaziantep'də Suriyalı qaçqınlara baş çəkib. Erdoğan Kobanidə IŞİDə müqavimət göstərən Kürdlərə dəstək verdiyini bildirib. Türkiyə prezidenti qərbə səslənərək bu iş hava ilə olmaz deyə quru qoşunların müdaxiləsinə işarə vurub. Kürt kardeşlerimizin yaşadığı kasaba ve şehirlere yönelik saldırıları da dikkatle ve endişeyle takip ediyoruz. Prezident Erdoğan Türkiye'nin hem IŞİD hem de PKK kimi terör gruplarına her zaman karşı olduklarını bildirib.